Senden Hadi işte, gel, gel, sen gel. yalan konuş. Senden bir üç şeyimleri bile sen yalan. Ben hayır Hayır, arkamda. Hayırsız yok. Sen kusura bakıyorsun. Son günlər sosial şəbəkələrdə yayılan bəzi videolar həkimlərimizə qarşı məqsədli şəkildə aparılan təxribat xarakterli kampaniyanı xatırladır. Biz hesab edirik ki, bu cür paylaşımlar həm tibb ictimaiyyətinin nüfuzuna, həm də cəmiyyətin sağlamlıq sisteminə olan etimadına ciddi zərər vurur. Sözgedən video açıq şəkildə görünür ki, hadisə əvvəlcədən planlaşdırılıb, gizli çəkiliş aparılıb, danışıq qaydaları pozulub və həkimlə qarşıdurma yaradılmasına çalışılıb. Unutmaq olmaz ki, həkimlər hər gün onlarla insanla təmasda olur, xəstələrin həyatını xilas etmək üçün gərgin rejimdə çalışır və bəzən bu gərginlik nəticəsində emosional gərginlik yaşaya bilərlər. Bu reallıqları nəzərə almadan bir anlıq dialoqu kəsib paylaşmaq və onu ictimai linçə çevirmək qəbul edilməzdir. Həkimlər cəmiyyətin ən dəyərli tərkiblərindən biridir. Onların bilik, bacarıq və fədakarlıqları sayəsində minlərlə insan həyata qayıdır. Hər bir vətəndaş həkimə hörmətlə yanaşmalı, onun əməyini qiymətləndirməlidir. Tənqid və iradlar yalnız hüquqi və etik çərçivədə bildirilə bilər. Sosial şəbəkələrdə həkimləri şantaj etmək, videolarını yaymaq və bu cəmiyyətə xidmət edən insanlara qarşı açıq hörmətsizlikdir. Cəmiyyət olaraq borcumuz xalqımıza xidmət edən həkimlərimizi qorumaq, onların əməyinə dəyər vermək və onlara hörmətlə yanaşmaqdır. Unutmayaq, həkimlər səhvləri ilə deyil, xilas etdikləri həyatlarla dəyərləndirilməlidir.